Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün əzilmədən dəndən olan, ləzzətli və asan hazırlanan əvəlikli çəkmə plovun hazırlanmasını sizlərə təqdim edirəm. Keçirəm hazırlamağa. Quru əvəliyi su ilə bir neçə dəfə yaxşı yuyuram. Yuduqdan sonra üzərinə 2 xörək qaşığı sirkə əlavə edirəm və sirkəli suda 20 dəqiqə saxlayıram. Bir ədəd böyük soğanı orta ölçüdə doğrayıram. Plovu bişirəcəyim qazana 2 xörək qaşığı kərə yağ əlavə edib soğanları qovururam. Soğanların tərkibindəki su çəkiləndən sonra üzərinə biraz doğranmış quyruq əlavə edib yenidən qovururam. Əvvəliyi süzgəcin içərisində də təmiz yuyuram və soğanın üzərinə əlavə edirəm. Üzərinə də biraz su tökürəm və qapağını örtüb 20 dəqiqə, yarım saat bişməyə qoyuram. Dörd stəkan düyünü tərkibindəki nişastası gedənə qədər təmiz yuyuram və isti suda 20 dəqiqə, yarım saat gözlədirəm. Çəkmə plov hazırlayarkən bişən zaman düyünün əzilməməsi üçün çalışın düyünü suda çox saxlamayın. Əvvəlik bişdikdən sonra üzərinə duz, istiot, paprika və sarı kök əlavə edirəm. Qarışdırdıqdan sonra düyünü də bura əlavə edirəm. Və qarışdırarkən baxdım suyu azdır, biraz da su əlavə etdim. Və yenidən qarışdırıb qapağını örtüb orta oddan, biraz da az odda suyu çəkilənə qədər bişirirəm. Ancaq suyu çəkilənə qədər mütləq ara bir qarışdırmaq lazımdır. Əziz və dəyərli izləyicilərim, videonu izləyən zaman zəhmətə dəyər verərək kanala abunə olub, bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Kanalıma dəstək olan hər kəsə təşəkkür edirəm. Hələ suyu tam çəkilməyib və biraz qarışdırıram. Yenidən qapağını örtüb suyu tam çəkilənə qədər bişirirəm. Artıq suyu çəkilib, üzərində bu cür deşiklər açıram ki, tərkibində qalan su yaxşı buxarlansın və belə olduqda düyü əzilmir, dəndən olur. Sonra üzərinə biraz ərinmiş kərə yağ əlavə edirəm. İstəsəniz zeytun yağından da istifadə edə bilərsiniz. Sonra qapağını örtüb vam odda 1 saat dəmə qoyuram. Yarım saat keçdikdən sonra təkrar qarışdırıram. Bunu ona görə edirəm ki, düyü əzilib yapışqanlı olmasın. Qarışdırdıqdan sonra üzərində təkrar deşiklər açıb yenidən yarım saatlıq dəmə qoyuram.
Artıq əvvəllikli çəkmə plovum bişib hazır oldu. Baxın, gördüyünüz kimi heç bir əzilmə və yapışqanlıq yoxdur. Dadı da çox ləzzətlidir. Əvvəllik həm də mədə bağırsaq üçün də çox faydalıdır. Əgər indiyə qədər bu plovu hazırlamamısınızsa, mütləq hazırlayın və nəticəni şərhlərdə mənimlə bölüşməyi unutmayın. Allah hər kəsə bol-bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videomu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.